Rusiyanın Boloniya sistemindən çıxmasına baxmayaraq, bu ölkənin ali məktəblərinin diplomları Azərbaycanda tanınmağa davam edəcəkdir. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat veribdir. Bildirilir ki, xarici ölkələrdə əldə olunan ali təhsil sənədlərinin tanınması mövcud qaydalara uyğun şəkildə həyata keçirilir və Rusiyada tətbiq ediləcək yeni ali təhsil modeli çərçivəsində verilən diplomlar da həmin prosedurlar əsasında qiymətləndiriləcəkdir. Xatırladım ki, Rusiyada 26-cı il sentyabrın 1-dən etibarən ali təhsil sistemində islahat qüvvəyə minir. Yeni modelə əsasən bakalavr, magistr pillələri ləğv olunur və onların yerinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil mərhələləri tətbiq edilir. Agentlikdən qeyd edilib ki, kvalifikasiyaların spesifik xüsusiyyətləri nəzərə alınaraq zəruri hallarda əlavə sənədlərdə tələb oluna bilər. Bununla belə Azərbaycanın Boloniya sistemində qalması fonunda gələcəkdə müəyyən uyğunlaşdırma çətinliklərinin yaranması da istisna edilmir.